Fatimə-i Zəhra zikrinin və salavatın savabı. Salavat insan ruhuna can verir. Salavat insanın Allaha yaxınlaşmasına səbəb olur. Salavat insanın Peyğəmbərə sallallahu aleyhi və alihi və əhl-i beytə əleyhimussalam yaxınlaşmasına səbəb olur. Salavat namazın kamil olmasına səbəbdir. Salavat duanın kamil olmasına səbəbdir. Salavat ən gözəl ilahi zikirdir. Salavat insanın behiştə daxil olmasına səbəb olur. Salavat günahların yuyulmasına səbəb olur. Salavat dünyəvi müşkül və çətinliklərin aradan getməsinə səbəb olur. Salavat qəbirdə bir nurdur. Salavat siratda bir nurdur. Salavat behiştə bir nurdur. Salavat namazın qəbul olunmasına bais olar. Salavat ağız qoxusunu ətirləndirir. Salavat qiyamət günündə əməllərin ən ağırıdır.